İnsanların çoxusu maraqlı şey axtarır sosial mediada. Bilirsiniz, yəni fakt budur ki, insanların çoxusu bezir də. Yəni kimsə bezəcək baxmayacaq, kimsə nəsə olacaq baxmayacaq. Nə bilim, neyniyək? Məsəl üçün mən indi dursam burada üsyan eləsəm, yəni bu heç nəyə dəyişməyəcək. Həqiqətən də özümlə çox vaxt hiss edirəm ki, çox darıxıram. Çünki özümü yuxarılarla müqayisə edirəm. İstəyirəm onlar kimi həyatım olsun, istəyirəm hər hansısa problemi çox tez şəkildə aradan qaldırım. Amma görürəm ki, alınmır. Və bu da məni nədənsə bezdirir. Yəni onu deyəcəm ki, dostlar, bax, nə bilim, real olmaq sözün əsl mənasında keyfiyyətə xidmət eləmək çox çətin bir şeydir. Çünki insan dopamin ehtiyatını çox tez doldurmaq istəyir, amma alınmır, alınmır. Ona görə də ən yaxşı variantı qəbul eləməkdir ki, nədir, nə deyil. Sadəcə daha yaxşı kommunikasiya qurmaqdan ötürü əziyyət çəkib kontentin üstündə işləmək lazımdır. Məndə də kontent var. Görüşərik dostlar.